Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, İdrak liseyində 10-cu sinif şagirdi müəlliminə güllələyib. Bəs həmin şagirdi hansı cəza gözləyir? Xəbər verilir ki, hüquqşünas Elşad İsayev açıqlamasında bildirib ki, şagird 10-cu sinifdə oxuyur və 6-7 yaşında məktəbə başladığını nəzərə alsaq, onun hazırda 16-17 yaşı var. Bu isə o deməkdir ki, söhbət tam fəaliyyət qabiliyyəti olmayan, yetkinlik yaşına çatmayan şəxsdən gedir. Eyni zamanda qanunvericiliklə elə cinayətlər var ki, onlara görə cinayət məsuliyyəti 14 yaşdan, digərlərinə görə isə 16 yaşdan yaranır. Cinayət məcəlləsinin mütləq əksəriyyətində təxminən 70-80%-də cinayətin subyekti kimi 16 yaş nəzərdə tutulur. Bununla belə şəxs yetkinlik yaşına çatmadığı üçün hər bir halda ona 10 ildən artıq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Burada əsas məsələ istintaqın əməlli hüquqi tövsinin necə aparılmasından asılıdır. Belə ki, hadisənin nəticələrinə görə əməl yüngül və ya ağır xəsarət yetirmə kimi qiymətləndirilə, yaxud qəsdən adam öldürmək cəhd kimi tövsif edilə bilər. Hüquqşünas qeyd edib ki, əgər ittiham qəsdən adam öldürmək cəhd maddəsi ilə irəli sürülərsə, həmin maddə üzrə cəza həddi 9 ildən 14 ilədək nəzərdə tutulur. Lakin təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün bu halda ona 10 ildən artıq cəza verilə bilməz. Hər bir halda istintaqın araşdırmaları nəticəsində bir çox məqamlar aydınlaşacaq. Hazırki mərhələdə bundan artıq konkret fikir söyləmək mümkün deyil deyə ekspert əlavə edib.